Hərdən deyirəm elə 30 ildir, 31 ildir Bakıda da olsam da həmişə üzü Cəbrayıla sarı yatmışam. Heç vaxt inamımı itirməmişəm. Və Facebookda da, bədii yazılarımda da özümlə bərabər bir 52 min izləyicim vardı. Hamıya inam hissi yaratmışam ki, heç vaxt inamınızı itirməyin. Allah qoysa biz Cəbrayıla qayıdacağıq. Şükür olsun Tanrının böyüklüyünə biz köçüb gəlmişik Cəbrayıla. Doğma elimizə, obamıza hər cür şərait yaradılıbdır burada. Şərait, necə deyirlər, gözəl binalar tikilib, daimi suyu var, qazı var, işığı var, infrastrukturu var, hər şey əladır. Bizim üçün şəxsən mən yaşda olan və biraz məndən böyük, biraz yaşda balaca olanlar üçün ən əsası bizə Cəbrayılın havası, torpağı, suyu lazımdır. Və inanın ki, neçə adamlarla söhbət edirəm, heç kim dərman atmır, təzyiqi olan da, şəkəri olan da, hamısı deyir ki, hər şey qaydasına düşür. Vətən budur da. Vətən nə deməkdir, hardan başlanır? Hər birimiz üçün doğulub boya başa çatdığımız, yeriyib, yürüyüb, əməklədiyimiz həyatımızdan başlayır da bizim üçün. Geniş mənada isə Azərbaycan hamımızın vətənimizdir. Çox sevinirəm, yenə deyirəm ki, mən çox şadam ki, öz elimdə obamdayam. Bir əyənə söhbət olmasın deyir, könlüm ayrılmayır öz baharımdan, ilham baharından, söz baharından. Deyirəm, Cəbrayılın bircə qış günü, yaxşıdır qürbətin 100 baharından. Bu gözəl şəraiti, bu gözəl vətənimizi təzədən bizə qaytardığına görə mən möhtərəm prezidentimizə, cənab Ali Başkomandana təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onlara olan biz mənəvi borcumuzu heç cür ödəyə bilmərik.